Fiziki coğrafi vilayətdə yayılmış faydalı qazanclara aid məlumatları müəyyən edib cədvələ yazın. Ən azı 3 dənə nümunə. Və bizdə bu bildiyimiz kimi həmin bu vilayət, situasiyadakı vilayət Orta Araz vilayəti, yəni Naxçıvan vilayətindən danışır bizə. Və bu ərazdə bir çox həm filiz, həm də qeyri-filiz ehtiyatlara rast gəlinir. Belə ki, bir ehtiyat kimi, məsələn, biz duz ehtiyatını yaza bilərik, hansı ki, Naxçıvan duz ehtiyatına zəngindir. Bu ərazidə yataq kimi biz Nehrəm yatağını və ya Duzlaq yatağını da əsas misal çəkə bilərik və Duz da bildiyimiz kimi çökmə mənşəlidir. Eyni zamanda biz bu əraziyə digər ehtiyat kimi, məsələn, bura daxilləyə bilərik, demək, polimetal ehtiyatlarını, hansı ki, polimetal ehtiyatı Şərur rayonunda biz onu, demək, gümüşlü polimetal yatağının adını qeyd edilir və bildiyimiz kimi metal ehtiyatları maqmatik suxurlarda cəmlənir, qeyd elədik onu da. Eyni zamanda molibden ehtiyatına biz rast gələ bilirik burada, hansı ki, molibden ehtiyatı da Ordubad rayon arasında, burada Parağaçay və Diyaq çay yataqlarını biz misal çəkə bilərik, hansı ki, ona da biz maqmatik, demək, suxurlarda rast gələcəyik. Eyni də bu ərazidə biz travertin yataqlarını da gətirə bilərik, misal çəkə bilərik, hansı ki, və travertin yataqlarından birinin adını qeyd eləyək. Məsələn, biz bura Şaxtaxtı travertin yatağını misal çəkə bilərik və travertin yataqları da tikinti materialıdır və biz buna çökmə mənşəli suxurlarda rast gələcəyik.